Əsənliklər dəyərli izləyicilərimiz. Bugünkü tarixdən də məlum olduğu kimi, bu günlərim erməni məsələsini müzakirə edəcəyik. Verilişimizin qonağı ADPO-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Talih Cəfərovdur. Qeyd edim ki, Talih müəllimin bu məsələ ilə bağlı qondarma erməni soyqırımı faktların dili ilə eyni zamanda erməni diasporu, həmçinin Türkiyədə nəşr olunmuş erməni diasporunun antitürk fəaliyyəti isimli əsərləri vardır. Talih müəllim, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Talih müəllim, istərdim ki, 1915 hadisələrindən öncəki bir dönəmdə ermənilərin Türkiyədəki, yəni Osmanlıdakı konumu barədə bir məlumat verərdiniz bizə. Çox sağ olun. Deməli, Birinci Dünya müharibəsindən öncəki hadisələrə nəzər yetirsək, diqqət yetirsək, lap qədim orta əsrlər dövründən başlasaq, təbii ki, yəni türklər, yəni Səlcuqlar və Bizans dövründə ki, ermənilər belə deyək də, görmədikləri bir şeyi Səlcuq dövründə gördülər. Ümumiyyətlə, üstünlükləri. Bizansda və Sasanilərdə onlara qoyulan məhdudiyyətlər Səlcuq dövründə, o zaman Osmanlı İmperiyası dövründə ümumiyyətlə aradan qaldırıldı. Onlara çox böyük imtiyazlar, çox böyük güzəştlər edildi. Bərabər hüquqlu imkanlardan istifadə edərək onlar müxtəlif vəzifələrə, paşa kimi vəzifələrə, nazir vəzifələrinə, 22 paşa, 27 nazir, hətta bəli 11 universitet müəllimi, bütövlükdə isə 100-dən çox artıq belə vəzifələrə yiyələnə bilmişlər. Hətta o vaxtı Sultan II Mehmet təbii ki, erməni kilsəsini İstanbula aparmış və orada İstanbulda erməni icmasının belə deyək ki, təşəkkülündə mühüm rol oynamışdı. O bütün icmalara eyni bərabər hüquqlar verdiyi üçün ermənilər bu imkanlardan yararlanıb öz icmalarını, öz koloniyalarını yaratmağa müvəffəq olmuşlar. Və bundan sonra bölgələrdən, xüsusilə Şərqdən və Şərqi Anadolu bölgələrindən ermənilərin kütləvi sürətdə İstanbula axınları baş vermişdi və burada böyük bir erməni icması yaranmışdı. Hətta tarixi mənbələrin verdiyi məlumatlara görə 19-cu əsrin birinci yarısında İstanbulda o zaman 77 min nəfər erməni yaşayırdı ki, bu dünyada ən böyük erməni icması deməkdir o zaman. Yəni İstanbulda mövcud idi. Ondan sonraki dövrün təbii ki, 2. Mahmudun aparmış olduğu əhalinin siyahıya almasına görə İstanbulda 60 min, sonra digər bölgələrdə isə fərqli rəqəmlər göstərilmişdir. Təbii ki, ermənilər, bir onu bilmək lazımdır ki, ermənilər Şərqi və Cənub-Şərqi Anadoluda yəni yaşadıqları bölgələrdə heç zaman, belə demək mümkündürsə, ümumi türk əhalisindən üstün olmamışlar. Hardasa verilən təxmini rəqəmlərə görə, hətta hesablama arxив sənədlərində də var, 39% Bitlisdir, Şuğurdur, Ərzurumdur, Van və digər bölgələrdə yəni 39%-i keçməmişlər. Yəni həmişə onlar yerli əhalidən azlıqda qalmışlar. Gəlib 1877-78-ci il hadisələrinə, mən çox dərinə gedib orada mətbəələri falan şeyləri deməyə ehtiyac görmürəm. Amma yəni bildiyimiz kimi Osmanlı dönəmində tam hüquqlu vətəndaş idilər. Bəli, tam hüquqlu vətəndaş idilər və 1862-ci ildə Erməni Millət Nizamnaməsi ki, elan olundan sonra ermənilərə çox böyük müstəsna hüquqlar verilmiş oldu. O müstəqil dini idarə rəhbərlərinin seçilməsi, onlara özlərinin rəhbərlik təyin edilməsi, ondan başqa yəni məktəblərə özgürlük hüququnun verilməsi azaldıq və onların öz dillərində tədrisin təşkili və digər mühüm məsələlər, yəni bu çoxsaylı Erməni Millət Nizamnaməsinə geniş verilmişdi. Bu da böyük dövlətlərin, xüsusilə Rusiyanın təpkiləri, təzyiqləri nəticəsində Osmanlı dövləti bu güzəştlərə getmə məcburiyyətində qalmışdı, təbii ki, və onlar da bu güzəştlərdən maksimum dərəcədə yararlanmışlar. Həm də ki, gələcəkdə də Şərqi Anadolu bölgələrində bu üsyan miqyasının genişlənməsinin qarşısını almaqdan ötürü bu addımlara gedilmişdir. Amma onlar da bu şeydən yaranmış fürsətlərini, verişli vəziyyətdən istifadə edib öz icmalarını, öz diaspor təşkilatlarını, koloniyalarını genişləndirir və belə demək mümkündürsə siyasi mərhələyə keçmişdir, təşkilatlanma mərhələsinə. Bir şey soruşum, bu ermənilərin türklərə aid olmasının səbəbi nə oldu ki, birdən-birə bu adamlar elə gəlirdim o mərhələyə ki, yəni biz bildiyimizə görə, yəni 18-ci əsrin son 19-cu əsrin əvvəllərinə qədər bütün Osmanlı mənbələrində ermənilər millət-i sadiqə adlandırılır. Yəni sadiq millət adlandırılır. Hətta onlara, məsələn, tutaq ki, mənbələrin verdiyi məlumata görə türklər həcc ziyarətinə getdikləri zaman hətta öz ailə uşaqlarını ermənilərə etibar edib gedirmişlər.
yəni malı, mülkün, ev eşiyini qoyub gedirmişlər. Yəni bu dərəcədə yaxınlığın olması, bu dərəcədə etibarlı bir xalqın olması birdən-birə nə baş verdi ki, türklərə dönük çıxdılar bunlar. Və dünyada, yəni dediyim kimi, verilişin əvvəlində də qeyd etdiyim kimi, Sasanilərin və Bizansın vermədiyi özgürlüyü onlar Osmanlı dövlətində tapmışdılar. Bəs Hətta bildiyim qədərlə Bizans dönəmində ondan təqib olunurlar. Təqib olunmuşlar, köçürülmüşlər, imperiyanın müxtəlif yerlərinə köçürülmüşlər, rahat sərbəst yaşaya bilmirdilər. Ona görə də deməli Osmanlı dövlətində onlar yaranmış fürsətdən istifadə edib güclü şəkildə təşkilatlanmağa başladılar. Böyük dövlətlərin yağlı vədlərinə uyaraq Osmanlı dövlətində ayrı-seçkilik salmağa başladılar. Eyni zamanda dövlətə qarşı çıxıb, yəni mühüm imtiyazlar və Böyük Ermənistan dövləti, dənizdən dənizə Böyük Ermənistan dövləti yaratmaq hülyasına düşdülər. Bu nədən qaynaqlanırdı? O dövrdə 1789-1794-cü illərdə Fransada baş vermiş Fransa burjua inqilabı və o inqilabın gətirdiyi özgürlük, hürriyyət, azadlıq ideyaları Osmanlı İmperiyasındakı o deməli asılı vəziyyətdə yaşayan xalqlarda bir təkan, bir belə deyək ki, impuls verdi onlara, həvəsləndirdi və onların da böyük əksəriyyəti varlı ailələr öz uşaqlarını Fransaya, müxtəlif şəhərlərinə göndərib, orada təhsil alıb geri dönüb bu işləri burada görürdülər, təbliğata aparırdılar. Və 1877-78-ci illər Osmanlı-Rus müharibəsi təbii ki, erməni məsələsini beynəlxalq münasibətlər sisteminə gətirib çıxartdı. Və bununla da erməni məsələsi demək olar ki, beynəlxalq subyektin aktoruna çevrilmiş oldu. O vaxta qədər erməni məsələsinin ümumiyyətlə yaranması haqqında müxtəlif fikirlər var. O hansı tarixdən yaranmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, bu 1724-cü ildə Pyotrun Xəzər sahili vilayətlərdə yaratmaq istədiyi erməni dövlətindən 24 noyabr fərmanı ilə başlayır. Bəzi müəlliflər Kiçik Qaynarca 1768-1774-cü il Kiçik Qaynarca sülhündən sonra özgür xalqlara verilmiş azadlıqlar içərisində ermənilərə də müstəsna hüquqların verilməsi bu tarixdən Bilal Şimşir xüsusilə bu fikri dəstəkləyir. Amma bütövlükdə böyük əksəriyyətin, böyük çoxluğun qəbul etdiyi fikir budur ki, erməni məsələsi İngilis-Rus iqtisadi maraqlarının nəticəsində doğmuş bir məsələ idi, ziddiyyətlərin nəticəsində doğmuş bir məsələ idi, bölgədə maraqlar üstündə mübarizədən və bundan da yəni xristian xalqlar olan ermənilər yəni yararlanmağa başladılar, yəni yararlandılar. Çünki onlar ermənilərin timsalında özlərinə vasitəsiz tapa bildilər bu bölgədə. Çünki Rusiya isti dənizlərə enmək istəyirdi, yəni İskenderun limanına, Bəsrə və limanlarına çıxmağa çalışırdı. İngiltərə isə yəni İngiltərədən Hindistana gedən böyük yolu belə də öz nəzarətdə saxlamaq istəyirdi. Bunlar Osmanlı imperiyası ərazisində bunların maraqları toqquşurdu. Və bunlar da özlərini bu ərazilərdə vasitəçi axtardı. Bu vasitəçilər ermənilər oldular. Ermənilər özlərinə bildiyim qədərlə Pyotrun dövründə İsrail Ori isimli bir şəxs olub və bu İsrail Ori Pyotra dəfələrlə məktublar yazıb, bildirib ki, siz Osmanlı ilə müharibəyə başlayacağınız təqdirdə Cənubi Qafqazın Gürcü və erməni əhalisi sizinlə birgə Osmanlıya qarşı mübarizə aparacaqlar. Düzdür, Pyotr bu məsələyə bir o qədər isti baxmır, çünki Pyotrun əsas gözü Avropadaydı. Amma burada, yəni Cənubi Qafqazda Pyotr üçün çox önəmli idi. Təbii ki, tamamilə doğrudur. Və ya da İsrail özü, yəni bu danışıqlarda iştirak etmişdi. Orada erməni 3 bənddən ibarət erməni şərtləri qoyulmuşdu. Yəni Bolqarıstana verilən imtiyazların ermənilərə də şamil edilməsi, burada yəni erməni dövlətinin yaranmasına qədər Rus qoşullarının saxlanılması və s. və axır məsələlər qoyulmuşdu. Düzdür, Rusiya bu bölgədə erməni dövlətinin yaranmasına maraqlı idi və Osmanlıya qarşı təzyiqlərin də deyərdim ki, ən böyük səbəbi də yəni Rusiyanın burada tampon bir erməni dövləti yaratmaq istəyirdi. Hətta o dövrdə İngiltərənin təbii ki, baş naziri olmuş Gladstone da qeyd edirdi ki, ermənilər bizim istədiklərimizi hələ bizə bəxş etməyiblər. Onlar orada xırda-xırda dəstələr şəklində qiyamlar qaldırmalıdırlar, hökumətə qarşı getməlidirlər və əzilməlidirlər. Biz onları, bunu görən biz onların hüquqlarını müdafiəyə qalxıb Osmanlı dövləti daxilinə nüfuz edib burada, yəni bölücülük, parçalanma işini həyata keçirə bilər. Amma ermənilər hələlik bizim istədiklərimizi bizə bəxş etməyiblər. Ona görə ermənilər və digər xalqlar, xristian xalqlar Osmanlı dövlətində xırda-xırda dövlətlər yaratmalıdırlar. Təbii ki, yəni bu şüarlar erməniləri həvəsləndirirdi. Salisbury və digər İngiltərə baş nazirləri də bu fikri davamlı şəkildə dəstəklədilər. Bu dövlət siyasəti. Bəli, dövlət bir. İngiltərənin bir maraqları idi ki, bu. Çünki 1800 Şərq müharibəsinə qədər yəni böyük dövlətlər Osmanlı dövlətinin parçalanmasını hələ ki istəmirdilər. Ancaq bu müharibədən sonra artıq yəni Avropanın xəstə adamı adlandırdıqları Osmanlı dövlətinin parçalanması artıq masadaydı. Və kimə buradan hansı paylar çatmalıdır? Sanki Osmanlı dövləti xəritə üzərində
bölüşdürülmüşdür. Bu baxımdan ermənilər də bu məsələdən özlərinə karlı çıxmağa çalışırdılar. Yəni öz maraqlarına uyğun olaraq öz istəklərini həyata keçirməyə çalışırdılar və 1877-28-ci il Rus-Türk müharibəsi ermənilərin istəklərini yerinə yetirmədi. Ona görə ki, Xremyan yazırdı ki, biz Berlin traktatına imzalamaq üçün kağız üzərində isti halva göndərilmiş vəziyyətdə getmişdi və o halvanın istiliyindən o kağız parçaları əriyib yoxa çıxdı və bizi də orada Otto von Bismarck qovaraq rədd elədi oradan. Yəni bu Avropanın, yəni Almaniyanın mövqeyidir və təbii ki, burada gördük ki, erməni məsələsi hələ ki, yəni San Stefanoda 16-cı, Berlin traktatında 61-ci maddələr ermənilərin xeyrinə həll olmamışdı. Və bunu görən, bu xüsusilə Rusiya maraqlarına uyğun gəlmirdi. Ona görə də Rusiya bu işi daha da qızışdırmağa çalışırdı və Şərqi Anadolu bölgələrində, Van'da, Zeytun'da və digər bölgələrdə erməni qiyamları təşkil etməyə başladı. Bu erməni qiyamları kütləviliyi ilə seçilməyə başladı. Dinc türk əhalisinə qarşı kütləvi qırğınlar, qətliamlar baş verdi. Amma təəssüflər olsun ki, ermənilər dünya miqyasında informasiyadan istifadə edib bunları türklərin ermənilərə qarşı soyqırımın birinci mərhələsi kimi qəbul edir. Onlar belə hesab edirlər ki, türklər ermənilərə qarşı 3 dəfə soyqırım siyasəti həyata keçiriblər. Bu soyqırımın birinci mərhələsi 1890-cı illərdə olan soyqırım hadisəsidir ki, bu Əbdülhəmid soyqırımı adlandırırlar bu soyqırıma. Bəli. İkinci soyqırım hadisəsi təbii ki, yəni 1915-ci il soyqırımıdır ki, bunu deməli İttihat və Tərəqqi təbii ki, köç hadisəsidir. Bir yerdən başqa yerə təhcir hadisəsidir. Bu doğru atılmış bir addım idi. Ermənilər bunu yəni İttihat və Tərəqqi hökumətinin soyqırımı kimi qəbul edirlər və üçüncü soyqırım isə 1918-23-cü illər deməli Qurtuluş Savaşı və ondan sonraki dövrdə Anadolunun kütləvi sürətli Cümhuriyyətin yaranması nəticəsində kütləvi sürətli ermənilərin Hələbə oradan Fransaya axını. Bunu da Atatürkün, Mustafa Kemal Atatürkün həyata keçirdiyi soyqırımı kimi təqdim edirlər. Təbii ki, bu ermənilərin yanaşmasıdır, soyqırıma münasibətidir və bu Avropada böyük tarixçilər tərəfindən ümumiyyətlə qəbul olunmayan bir şeydir, məsələlərdir. Yəni 19-cu əsrin 80-90-cı illərində beynəlxalq miqyas alan erməni məsələsinin sonrakı mərhələsi təbii ki, deməli köç məsələsi ilə təbii ki, yadda qalmış oldu. Bildiyim qədərlə Talib müəllim, bu İttihat və Tərəqqi ilə hakimiyyətə gəlməmişdən öncə onun erməni təşkilatları ilə İttihatçılar arasında isti münasibətlər olubdu. Bəli. Həmin dövrdə təbii ki, Səlahiddin Rza bəy və digərlərinin, o İttihat və Tərəqqi hökumətlərinin rəhbərlərinin, yəni onların Avropada bir neçə dəfə görüşləri olmuşdu. Bunları bir yerə gətirən səbəblər var idi. Həmin dövrdə Əbdülhəmid hökumətinə qarşı İttihat və Tərəqqi hökuməti ilə erməni və digər qüvvələrin birləşərək Sultan hakimiyyətinə qarşı çıxmaları idi. Yəni bütün qüvvələr səfərbər edib məqsəd 2-ci Əbdülhəmidi devirmək idi. Ona görə də bunların bu məsələdə maraqları üst-üstə düşürdü və bir neçə dəfə görüşmüşlər, fikir müxtəlifliyi olmuşdu və s. və ilaxır ortaq məxrəcə gələ bilməmişdilər. Amma ümumilikdə isə yəni ermənilərin hətta onlara qarşı çıxmışlar, arxa çevirmişdilər, xəyanət etmişlər İttihat və Tərəqqi hökumətinin nümayəndələrinə. Ona görə də təbii ki 1908-ci ildə gənc türklərin hərəkatı ki olanda Əbdülhəmid ki devrildi, İttihat və Tərəqqi hökuməti hakimiyyətə gəldi. Bu nüansdan, bu amildən ermənilər də özləri üçün belə deyək ki, yararlanmağa başladılar. Təbii ki, İttihat və Tərəqqi hökumətinin belə deyək ki, hakimiyyətə gəlişinə qədər ki, 2-ci Əbdülhəmid hakimiyyətini diqqət yetirsək, 2-ci Əbdülhəmid hökuməti imperiyanın ömrünü mən deyərdim ki, bir 30 il uzatdı. Yəni tarix onu elə bir zamanda Osmanlı imperiyasına bəxş etdi ki, Osmanlı dövləti həmin 19-cu əsrin 80-90-cı illərində artıq parçalanma mərhələsində idi və Əbdülhəmid hökuməti Türkiyəni parçalanmaqdan, dağılmaqdan xilas etmiş oldu. Hətta erməni çətələrinə qarşı mübarizəni daha da sərtləşdirdi. Bəzən ona görə onu sui-qəsd olmuşdu. Saatlı bombanın altında çıxanda, məsciddə namaz qılıb çıxanda bir dəqiqə gecikməsi, yəni mənbələr yazır ki, onu o dərhal namazı qılıb öz avtomobilinə əyləşir və oradan uzaqlaşırdı. Amma bu dəfə nədənsə Allahın qisməti idi ki, o Şeyxülislamla 1-2 dəqiqəlik ayaqüstü söhbət etməli oldu və bu zamanda altına saatlı bomba quraşdırılmış avtomobil partlayaraq ətrafdakı insanlara da xəsarət yetirdi və Sultan xoşbəxtlikdən sağ qaldı. Amma Əbdülhəmidin də anasının
etnik olaraq erməni olduğuna dair? Anasının erməni olduğuna dair dair yazılar var. İftira, yəni belə deyək ki, yəni bunlar həqiqəti əks etdirməyən bir məlumatlardır. Yəni onun tipik Şərqi Anadoludan doğulmuş bir Osmanlı sultanı olduğu qeyd edilir. Amma ermənilərə qarşı sərt xarakteri ilə seçilən birisi olmuşdur. Bədəncə sıska, arıq bir sultan idi, amma son dərəcə yəni mühafizəkar birisi idi və ermənilərə qarşı da deməli Kürd dəstələrindən ibarət Həmidiyyə alayları təşkil etmişdi. Bəli, o Həmidiyyə alayları, yəni türk qiyamlarının qarşısını almaqdan ötürü yaradılmışdı və onunla bəli, yəni erməni qiyamlarına yatırmaq üçün yaradılmışdı və öz adını o birlik Həmidiyyə alaylarına vermişdi. Və Həmidiyyə alayları daha sonraki dövrlərdə də fəal şəkildə iştirak fəal şəkildə dövlətin bəli təhlükəsizliyin qorunmasında yaxından iştirak etmişdilər. Və gələk 1915 təhsil hadisələrinə. Bəli. 1915-ci il təbii ki, hadisələrinə nəzər yetirsək, Birinci Dünya müharibəsi təzəcə başlayıb və müxtəlif cəbhələrdə Osmanlı dövləti 5 cəbhədə mübarizə aparırdı. Bu cəbhələrdən biri də Qafqaz cəbhəsi hesab olunurdu və Qafqaz bildiyimiz kimi çox sərt iqlimi, sərt belə deyək ki, relyefi ilə seçilən bir bölgədir və deməli bu bölgədə təbii ki, Şərqi Anadoluda daxil olmaqla, yəni ermənilərin kompakt yaşadığı bir bölgələr hesab olunurdu bu. Şərqi və Cənub-Şərqi Anadolu bölgələri. Onlar bu bölgələri Vilayət-i Sittə adı ilə, bəli, 7 bəzi mənbələrdə də 6 vilayət qeyd olunur. Yəni bu vilayətlərdə onlar erməni dövləti yaratmaq niyyətindəydilər. Əvvəlcə bu dövlət Şərqi Anadoluda yaranmalı idi. Sonra Azərbaycan torpaqları da bura qatıb dənizdən dənizə, yəni 3 dəniz arasında erməni dövləti yaradılmalı idi. Təbii ki, 1915-ci il müharibənin qızğın getdiyi bir ərəfədə məlumat verilir ki, Vanda hadisələr çox gərgindir. Erməni qiyamçıları Vanı ələ keçiriblər, burada özlərinə bir hökumət yaradıblar və o zaman yəni vəziyyətin çıxılmaz olduğunu görən deməli Ənvər Paşa, hökumət başçısı Ənvər Paşa qardaşı Tələt Paşaya təlimat verir ki, və oradakı vəziyyəti sabitləşdirmək üçün müvafiq qərarı qəbul etməsi sənin öz ixtiyarına buraxıram. Yəni bu ixtiyar Tələt Paşanın ixtiyarına buraxılır və ona görə də köç hadisəsi, yəni hadisəsinə 2 mərhələdən yanaşmaq lazımdır. Birincisi Tələt Paşanın çıxartdığı 27 may təzkirəsinə qədərki mərhələ, bir də ki 27 may təzkirəsindən sonrakı mərhələyə yanaşılmalıdır. Təbii ki 1915-ci ildə Van'da siyasi vəziyyəti sabitləşdirmək üçün təbii ki göstəriş alan Tələt Paşa, yəni qərar qəbul edir ki, Şərqi Anadolu ərazilərində, yəni olan qiyamçı ermənilər və ailə üzvləri buradan dərhal köçürülməlidirlər. Və köç hara köçürülməlidir? Yəni Osmanlı İmperiyasının cənub və cənubun şərqində, qərbində yerləşən Suriya və İraqın yuxarı hissələri, Mersin, Kozan və digər bölgələrdir. Bu ərazilərə köçürülməli idi və yəni köçürüləcək ərazilərdə Bağdad dəmir yolu xəttindən 25 kilometr məsafədə yerləşməli idi. Çünki o nəqliyyata yaxın yerdə olmamalı idi və səpələnmiş bir vəziyyətdə, dağınıq vəziyyətdə olmalıdır ki, kompakt bir yerə gələ bilməsinlər. Və yəni bu iş tapşırıldı Tələt Paşa. Tələt Paşa dərhal komissiyalar yaradaraq bu işi həyata keçirməyə tapşırıqlarını verdi və ümumiyyətlə Daxili İşlər Nazirliyinə gələn təlimatlarda göstərilirdi ki, yalnız qiyamçı ermənilər köçürülməlidir. Yerdə qalan İstanbulda, yəni deyək ki, İzmirdə və Bursada və digər yerlərdə tutaq ki, ermənilərin heç biri köçürülmürdü. Din xadimləri köçürülmür. Sadəcə o da əlinə silah götürüb Rusiya tərəfə keçib və Rusiya və Fransa tərəfə. Bildiyim qədərilə Fransa legionunun böyük əksəriyyəti legionlar da var idi, bəli. Ancaq Rusiya burada bu işi təşkil edən əsas maşa Rusiyanın əlində idi. Rusiyanın silah götürüb bu tərəfə keçib silahlı dəstələrini və Osmanlıya qarşı döyüşürdülər. Və bununla görə də təbii ki, Tələt Paşa qərar qəbul etdi 27 may təzkirəsi. Yəni bu təzkirədə yəni 3 maddədən ibarət idi və maddələrin heç birində biz incələmişik, kitabda da qeyd etmişik ki, heç birində erməni kəlməsi işlədilməmişdi. Dövlətə qarşı gələn bütün xalqlar yaşadığı yerindən müxtəlif yerlərə köçürülməlidirlər ki, onlar dövlətə təhlükə yaratmasın. Və bu təlimat verildikdən sonra afişlər hazırlandı və şəhərlərin mərkəzi yerlərində afişlər vuruldu və bir müddətdən sonra onların köçürülməsi ilə bağlı artıq işlərə başlanılacağı qeyd olundu.
Və mən qeyd edim ki, sizə, yəni 24 apreldə nə baş verdi? 24 aprel tarixi təbii ki, demək gələn təlimata uyğun olaraq bütün erməni məsələsini idarə edən başlar ki var idi. Onlar siyasi partiya rəhbərləri, din xadimləri, müəllimlər, həkimlər və digər deməli ictimai siyasi xadimlər, onların tutuklanması, həbs edilməsi məsələsi idi. Çünki yəni erməni məsələsinin əsas hərəkət verici qüvvəsi, ideyaları onlardan gəlirdi. Yerlərə onlar vasitəsilə yayılırdı. Zəhərli ideyalar. Hökumət də bu işi həyata keçirdi və deməli 2345 nəfər şəxsi həbs etdi həmin günü 24 apreldə. Və onların içərisində mənbələrin verdiyi məlumata görə arxiv sənədlərində 600 nəfəri bildiyimiz, yəni o ziyalı kəsimin nümayəndələri idi, belə götürək də. Yerdə qalanlar isə o şəbəkəyə bağlı olan insanlar idi və 2345 nəfər tutuklandı, həbs olundu və ermənilər bu hadisəni həmin gündə bu erməni başlarını ki, həbsə atılması, zərərsizləşdirilməsini qondarma erməni soyqırımı kimi, günü kimi, yəni belə deyək ki, dünyaya təbliğ etməyə başladılar. Əslində isə heç bir hadisə baş verməmişdi o gün. Dediyimiz kimi, o şəxslərin sorğu-sual edilməsi üçün, məhkəmə qarşısına çıxarılması üçün bir hesabat, yəni belə deyək ki, istintaqa cəlb olunması. Bəli, istintaqa cəlb olunub, onların sorğu-suala cəlb edilməsi idi və 27 maya qədərki olan hadisə birinci mərhələdir ki, deməli, aprelin 24-dən 27 maya qədərki olan birinci mərhələ, 27 maydan da fevralın 16-sına qədərki 2916-cı ilin fevralın 16-sına qədərki mərhələyə qədərki ikinci mərhələ. Bütövlükdə, yəni bu köç prosesi nəticəsində 517 mindən yuxarı insanın yeri dəyişdirilmişdi. Yəni yeri dəyişdirilmişdi. Onlara təsəvvür edin ki, müharibənin ən şiddətli getdiyi bir vaxt Qafqaz cəbhəsindən çoxlu sayda vaqonlar, at arabaları və sairələr döyüş bölgəsindən çıxarılıb bunların köçürülməsinə sərf edilmişdi və hətta ora köç prosesinə maliyyəsini dövlət özlərinə götürmüşdü. 82 milyon quruş ilkin mərhələdə köçün belə təşkili üçün pul ayırmışdı. Sonraki mərhələlərdə bu mərhələ arta getmişdir və yəni çox yüksək səviyyədə bu iş həyata keçirilmişdi. Yəni nə qədər insan köçürülmüşdü Ali müəllim? Köçürülmüşdü 517 minə yaxın insan. Bəs bu bəzi 1,5 milyon. Təbii ki, o köçürülən ermənilər özləri dağlıq şəraitlərdə, çox çətin keçilən yerdə aşırımlarından, özlərlə bərabər, mən sizə deyim ki, komissiyalar işləyirdi. Komissiyalar onların malını, mülkünü, inəklərini, mal heyvanlarını, evi işlərini, hamısını siyahıya alırdılar. Daşına bilən, daşına bilməyən mal heyvanları o siyahıya alıb, orada nəzarətlə saxlayırdılar ki, onlar geri, müharibə bitəndən sonra, geri qayıdandan sonra onlar həmin sənədlər əsasında, belə deyək ki, onların hər birinə ayrı-ayrı öz malları qaytarılacaqdır. Bu, dövlət tərəfindən çox ciddi şəkildə qorunurdu. Başa düşdünüz? Yəni bu elə belə yəni boş-boşuna müharibə gedir və başpozuq bir rejim yaranıb, vəziyyət yaranıb və bundan da xalq sui-istifadə edib ermənilərin mal-mülkünü qarət etmirdilər. Çox ciddi şəkildə şəraitdə onlar qorunurdu. Ancaq yəni dediyim kimi ermənilər ki, özlərindən götürə biləcək əşyalarını götürüb, yəni əli dolu belə dağ aşırımlarından, müəyyən yerlərdən keçdikləri zaman qonşu qəbilələrin deyək ki, hücumları, Kürd əşirətlərinin basqınları, baş verən epidemiyalar, yollarda çapulcuların, soyğunçuların onlara hücumları və digər səbəblərdən təxminən belə deməyim ki, 300 min nəfərə yaxın insan yəni bu şəraitdə ölmüşdü. Və bunu türk tarixçiləri də özləri hardasa etiraf edirlər ki, bu dövlət səviyyəsində olmayan bir şey idi. Sadəcə olaraq təşkilatçılıq bəzi yerlərdə istənilən səviyyədə olmadığına görə müharibə şəraiti idi, nəzarət Osmanlı dediyimiz kimi 5 cəbhədə müharibə aparırdı və üstəgəl də bu köçün də bir tərəfdən olması təbii ki, bunu bəzi yerlərdə axsamalarını, bəzi yerlərdə yəni yanlış qərarlar qəbul edilməsi nəticəsində bu olmuşdur. Ancaq ermənilər bunu şişirdərək 1,5 milyon nəfər və yaxud da bəzi mənbələrdə 2 milyon nəfərə yaxın erməninin öldüyü haqqında məlumat verir. Mən
sizə hətta bir şey də deyim ki, erməni məsələsində, qondarma erməni soyqırımı ifadəsini ilk dəfə Arnold Toynbee, yəni İngilis belə deyək ki, əsilli erməni lobbisti idi bu, erməni maraqlarına xidmət edirdi. Onun məqsədi o idi ki, qondarma erməni soyqırımı ifadəsini ortalığa gətirməklə, hətta onun əsasında mavi kitab belə yazmışdı, 600 səhifədən yuxarı. Məqsəd o idi ki, o kitabı yazmaqda məqsədi onun Amerika Birləşmiş Ştatlarını müharibəyə cəlb etmək idi. O, sonraki dövrlərdə o özü öz etiraflarında, xatirələrində bunu yazırdı. Məqsədimiz Amerika Birləşmiş Ştatlarını gec də olsa müharibəyə qoşmaq idi. Və təbii ki, yəni ilk dəfə olaraq, yəni o öz kitabında 1,5 milyon erməninin qətlə yetirildiyi haqqında məlumat verilir. Özü də bilərəkdən qətlə yetirildiyi haqqında məlumat verilir. Sonraki dövrlərdə 2 milyona, hətta bəzi yerlərdə 2 milyon yarıma yaxın, amma o dövrün mənbələrinə biz baxırıq ki, Osmanlı İmperiyası ərazisində hətta katoliklərin aparmış olduğu hesabatlarda, erməni apardığı hesabatlarda 1,3 milyon Osmanlı dövlətində o zaman erməni yaşayırdı və onun da 517 mininin yeri dəyişdirilərək, yəni Osmanlı vilayətinin digər vilayətinə köçürülmüşdü. Bu doğru qərar idi. Çünki o dövrdə Səudiyyə Ərəbistanında da deməli ərəblərin, Vahhabi ərəblərin üsyanı olmuşdu. Onların da yeri dəyişdirilib Osmanlı İmperiyasının çərlərinə köçürülmüşdü, Anadolu torpaqlarına köçürülmüşdü. Hətta 2-ci Dünya müharibəsi dövründə Yaponlara qarşı Amerika Birləşmiş Ştatlarının belə deyək ki, müharibəsində Yaponların bir qismi yerləri dəyişdirilmişdir. Yəni bu müharibədə labid olacaq bir addım. Bəzən mənim fransız tarixçiləri Georges de Maleville, Amerika Birləşmiş Ştatlarının tarixçiləri ki var, nüfuzlu yəni Justin McCarthy, Caroline McCarthy, Samuel Weems, Stanford Josh Shaw və digərləri qeyd edirlər ki, yəni Osmanlı dövlətinin atdığı ən doğru addım köç idi. Yəni biz də olsaydıq eyni addım atardıq. Yəni belə bir addımı atardıq. Yəni Osmanlı İmperiyası düzgün addım atıb və burada onun heç bir erməniləri qətləmə, soyqırıma məruz qoyacaq bir məqsədi, marağı olmayıb. Sadəcə olaraq bölgədəki siyasi vəziyyətə, özə həmin dövrdə sərt qış baş vermişdi. Sarıqamışda 100 ilin ən ağır sərt qışı mövcud olmuşdu. Dövlət də bu önləyici tədbirləri həyata keçirdib. Yəni qondarma erməni soyqırımının qarşısını, yəni belə deyək də ermənilərin o belə deyək ki, üsyanlarının qarşısını, qiyamlarının qarşısını almağa çalışırdı. Çoxlu miqdarda həmin dövrdə təlimatlanma gəlirdi Tələt-Paşaya ki, Van və Şərqi Anadolu bölgələrindən 10 minlərlə insan silahlarını götürüb Rusiya tərəfə keçmişdir. Və bunları mütləq şəkildə cəzalandırılmalıdır. Bunlar dövlətə xəyanət ediblər. Və bunların qarşısı mütləq şəkildə cəzalandırılmalı idi. Və Osmanlı dövləti sonra da yenə humanist qərarını qəbul edir, geri dönüş qanunnaməsi imzalayır 1916-cı ildə. Geri dönüş qanunnaməsinə görə köçürülmüş ermənilər mütləq şəkildə siyahı əsasında öz yerlərinə qaytarılırdılar. Amma ermənilərin böyük əksəriyyəti əvvəlki yerlərinə qayıtmaqdan imtina etdilər və əvvəlcə Hələbə, çünki Hələb erməni diasporunun rüşeymidir. Yəni ilk başlanğıc yeri Hələbdir. Ondan sonra ikinci duracağı Fransa idi. Yəni 2-ci Dünya müharibəsindən sonraki soyuq müharibə mərhələsindən 80-ci illərə qədər iki mərhələdə diasporunun çəyirdəyi Paris idi. Ondan sonra 80-ci illərdən sonra isə bu mərkəz Kaliforniya, Amerika Birləşmiş Ştatlarına belə deyək ki, köçmüşdü. Yəni 3 yer dəyişmişdi, mərhələ dəyişmişdi. Yəni həmin dövrdə də qeyd etdiyim kimi, yəni ermənilər Hələbdən Parisə, Parisdən Amerika Birləşmiş Ştatları və dünyanın müxtəlif ölkələrinə yayıldı. Onların çox bir qismi, yəni öz əvvəlki torpaqlarına qayıdıb həyatlarını davam etdirdilər. Ermənilərin özlərinin də bir çox tarixçilərin etirafları var. Dabağyan və digərlərinin etirafları var ki, ümumiyyətlə qondarma erməni soyqırımı deyilən bir ifadə olmamışdır, yanlışdır. Bu sadəcə olaraq ermənilərin qərbdən ilhamlanıb ortaya atdıqları və onlardan öz maraqları üçün istifadə etmək üçün gələcəkdə yaranacaq erməni dövləti üçün bir alət kimi rol oynayırdı, belə deyək. Bəs bu Birinci Dünya müharibəsinin bitişindən sonra ermənilərin bilirik ki, bu təhsil haqqında qərar verən insanlara qarşı əməliyyatları, fəaliyyətləri olmuşdur. Bunlardan biri də bildiyimiz kimi Nemesis əməliyyatıdır. Bu barədə nə məlumat verə bilərsiniz?
Bəli, o 1918-ci il müharibə bitər-bitməz erməni belə deyək ki, hərəkatının rəhbərləri, yəni istər Azərbaycanda 1918-ci ildə baş vermiş erməni-müsəlman davasındakı ermənilərin də öldürülmüşdü müəyyən hissəsi də. Dava varsa hər iki tərəfdən orada etki olacaq, təbii ki. Eyni zamanda da ki, yəni Şərqi Anadoluda baş vermiş erməni köçünün səbəbkarlarının cəzalandırılması üçün təbii ki, deməli 1919-cu ildə İrəvanda Daşnaqsütun Partiyasının 9-cu qurultayında Şan Natali tərəfindən təbii ki, Nemezis adlı bir terror təşkilatının yaradılması haqqında qərar qəbul edildi. Yəni bu Yunan belə deyək ki, ilahəsi idi. Nemezis adlı bir deməli ilahənin adından götürmüşdü. Qisas idi mənası, adın mənası qisas idi və burada məqsəd o idi ki, dediyim kimi o qərarı qəbul etmiş şəxslərin cəzalandırılması. Bu siyahıda 650 nəfərə yaxın adamın belə deyək ki, adı qeyd olunmuşdu. Lakin onların içərisində 41 nəfər əsas günahkarlar, dırnaq içərisində əsas günahkarlar müəyyən edilmişdi ki, o günahkarlar birinci növbədə tapılıb öldürülməli idilər. Bundan ötürü xüsusi bir deməli belə deyək ki, idarə də yaradılmışdı və deyək ki, xüsusi orqan yaradılmışdı. Oradan onlar təlimatlandırılırdılar. Bu təlimatlardan biri iki mərkəz var idi ki, bu təlimat biri İstanbulda idi, biri Bostonda idi, Amerikadan. Onlar təlimatlar oradan gəlirdi və onlar yerlərdə çətələrə çatırdı, silahlı dəstələr və onlar da bu işi və 3-5 nəfərlik ibarət kiçik bir dəstələr şəklində Nemezis qrupları yaradılmışdı. Onlar qətlə yetirəcək şəxsləri qabaqcadan yəni yerlərini, hərəkətlərini müəyyən etməli idilər və qətlə yetiriləcək şəxs bir nəfər olmalı idi. Əgər onun yanında şəxsin öz ətrafında can güdənləri gəzərdisə, onda 3 və yaxud da 5 nəfər bu işə cəlb olunurdu. Çox xüsusi bir təlimat əsasında yaxşı hazırlanmış bir dəstələr hesab olunurdu və onlar deməli bildiyimiz kimi, yəni 1920-ci ildən başlayaraq deməli Tiflisdə Fətəli Xan Xoy Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri olmuş, baş nazir olmuş, sonra Xarici İşlər naziri olmuş. Deməli Fətəli Xan Xoyskini və Xəlil bəy Xasməmmədovu ağır şəkildə yaralanmışdılar. Deməli Tələt Paşanı Berlində kütləvi insanların içərisində təbii ki, Tehliyaryan adlı şəxs tərəfindən qətlə yetirilmişdi. Hətta çox maraqlıdır ki, Almaniya bu nədir hadisəni, yəni heç bir belə deyək ki, cəza verməmişdi. Həmin şəxsi affekt vəziyyətində olduğunu, belə deyək ki, ruh xəstə olduğu ki, ithamı qoyulmuşdu. Hətta mənbələr yazır ki, deməli ona yəni ittihamçılar, yəni o vəkilləri tərəfindən, qatilin vəkilləri tərəfindən o vəkillərə, yəni hakimlərə çox ciddi təzyiqlər olmuşdu, ölümlə hədələnmişdi deyə onlar da belə bir qərar qəbul etməyə, bəli, terrorla təhdid etmişlər və belə bir formada, yəni onlar belə bir addım. Amma bu addımın atılması təbii ki, erməni terroruna bir rəvac vermiş oldu və bunların da məqsədi dediyim kimi sadə insanlarla deyildi. Bu işi təşkil edənlər dırnaqarası, yəni şəxslərin aradan götürülməsi, bununla da qisasın alınması, bəli, kimi qəbul. İnformasiya çox ciddi şəkildə qorunurdu. Təbii ki, deməli Papazyan adlı, Qras Papazyan adlı şəxs informasiyanın toplanması işini özlərinə götürmüşdü və o informasiya çox sərt şəkildə qorunurdu, yayılmasına qarşı çıxılırdı və təbii ki, demək, yəni o Nemezis hərəkatı dövründə hardasa, yəni 650 nəfərdə olmasa, onun yarısı və ondan bir qədər aşağı səviyyədə ermənilər yəni o siyasi liderləri aradan götürməyə müvəffəq oldular. Biz bildiklərimizi təbii ki, qeyd etdik. Burada Camal Paşa idi, Süreyya bəy idi, ondan sonra Tələt Paşa idi. Hətta şeydə Ənvər Paşanın özünü də Buxaranın, yəni Mərkəzi Asiyada ora qədər şəbəkə uzantıları gedib çıxmışlar və hətta onu oradan Nəsib bəy, Yusif bəylini Qarxın kəndində öldürmüşlər. Onun da ölümü bir müddət müəmmalı qalmışdı. Orada bəlli olmuşdu bu elə Nemezis təşkilatının üzvləri tərəfindən. Çünki Nəsib bəy, Yusuf bəyli də ermənilərə qarşı yəni sərt tavır göstərən insanlardan bir hesab olunmuşdu. Bəli. Bəs bu 18-ci ildə Cümhuriyyətin qurulmasında, erməni dövlətinin qurulmasında ilk tanıyanlardan erməni dövlətini, yəni daha doğrusu o zamanki adıyla Ararat Respublikasının ilk tanıyan dövlətlərdən biri də Osmanlı olmuşdur. Bəli.
Bu barədə, yəni həmin dövrdə Osmanlı ilə Ararat Respublikası arasındakı münasibətlər barədə. Osmanlı dövləti o dövrdə, yəni Birinci Dünya müharibəsinin gedişatı dövründə ki, Azərbaycan Seymi dağıldı. Seyim dağılandan sonra yəni Gürcülər müstəqilliyini elan etdilər. Azərbaycan Demokratik Respublikası yarandı və bunlar yəni ermənilər üçün dövlət yox idi. Yəni Azərbaycan da Erməni Milli Şurası da Tiflisdə elan olunmuşdular. Yəni Tiflis, yəni Azərbaycan Cümhuriyyət liderləri qaçılmaz bir həqiqətdir ki, bunu özləri də etiraf edirdilər ki, yəni İrəvanın ermənilərə güzəştə gedilməsində, yəni belə deyək ki, razılaşmışlar. Və o dövrdə yəni Osmanlı ilə Ararat, yəni ermənilər arasında müharibə gedirdi. Gümrü Aleksandropol Osmanlılar tərəfindən tutulmuşdu. Tələb Paşa da həmin ərazilərin ermənilərə verilməsini istəmirdi. Hətta Tələb Paşa, Camal Paşa və Ənvər Paşa üçlüyü belə bir qərar qəbul. Onlar arasında da fikir müxtəlifliyi vardı erməni dövləti yaradılması məsələsində. Bəziləri deyirlər ki, yəni Ənvər Paşa və Camal Paşa, yəni erməni dövlətinin belə deyək ki, Osmanlı İmperiyası ərazisinin kiçik bir yerində, Tələb Paşa isə ümumiyyətlə Osmanlı ərazisindən erməni məsələsinin vurub çıxarılması tərəfdar edir və hətta Tələb Paşa deyirdi ki, bu Çibanı kökündən qazımaq lazımdır və erməni dövləti elə yer də yaratmaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında iki türk dövlətinin qısqacında, yəni arasında qalsın, kiçik bir, tam balaca bir ərazidə erməni dövləti yaradılsın. Yəni sanki Tələb Paşa erməni məsələsini Türkiyənin öz sərhədlərindən kənara atmış oldu. Təhlükəni özündən uzaqlaşdırdı, amma bu təhlükə Azərbaycan ərazisində erməni dövlətinin yaranması ilə nəticələndi. Və özləri də tarix qeydlərində də yazırlar ki, yəni Türkiyənin nəzarəti altında olacaq bir erməni dövləti. Tələb Paşanın başqa bir fikri də var idi ki, erməniləri deməli Azərbaycan və Gürcüstan arasında muxtariyyətləri olsun, kiçik bir muxtariyyətləri və bu muxtariyyətin içində yaşasınlar, amma iqtisadi cəhətdən zəif olsunlar ki... Türkiyədən asılı bir vəziyyətdə, dediyim kimi də. Ona görə Gümrü Osmanlılarda idi deyə ermənilər isə Gümrünü istəyirdilər. Gümrü türklərdə olduğuna görə məcburiyyət qarşısında qalan Cümhuriyyət hökuməti İrəvanı olaraq. Bəs Salim, bu İrəvanın güzəştə gedilməsi nə qədər hüquq əsası var? Orada səs vermə olmuyor, referendum olmuyor. Yox, orada Milli Şura mayın 28-də elan elədi Cümhuriyyəti. Səhəri günü 29-unda Milli Şuranın yeni bir toplantısı toplandı. Orada İrəvanın ermənilərə paytaxt kimi verilməsi məsələsi müzakirəyə çıxarıldı. Orada 3 nəfər bir tərəf qalmışdı. Səhv etmirəmsə 44 nəfərlik Milli Şuranın 20-dən artıq üzvü buna məcburiyyətdən yəni səs vermişlər. Çünki böyük dövlətlərin böyük təzyiqləri vardı. Heç Azərbaycanın özü belə yəni girmək mümkün deyildi. Təsəvvür edirsiniz, Gürcülər bizim Milli Şura üzvlərini sıxışdırırdılar ki, dövlətiniz var, torpağınız var, 18 gündə burada fəaliyyət göstərsiniz, çıxın gedin öz dövlətinizə də. Amma bizimkilər onlara başa salmadılar. Biz necə gedək ora? Həmin Azərbaycan Bolşevik Erməni Daşnaq Birləşmələri tərəfindən, Bakı Sovet tərəfindən əsarətdədir. Ona görə girmək mümkün deyil. Yaxşı ki, Nuru Paşa və onun Qafqaz İslam ordusunun gəlişi Azərbaycanı Erməni Daşnaq birləşmələrinə təmizlədi ki, ardınca görürsünüz ki, Cümhuriyyətçilər 16 iyunda Gəncəyə, oradansa yəni Göyçay döyüşləri, Kürdəmir döyüşləri alındıqca, yəni artıq 15 sentyabrda Bakı alındı və paytaxt. Osmanlının Ermənistanı tanımaq məsələsinə gəldikdə, bəli, ilk tanıyan ölkə Osmanlı dövləti olmuşdur. Təbii ki, yəni Osmanlı dövləti çalışırdı ki, bölgədə yəni erməni məsələsini sakit bir formada həll etsin. Yəni az təsirlər müqabilində, yəni az itkilər müqabilində həll etsin və iki türk dövlətinin arasında qısqacda qalsın, daimi olaraq təzyiq altında saxlanılsın, yəni baş qaldırmağa imkan verilməsin. Bu əsas yəni bu düşüncə ilə yola çıxmışlar və buna da nail oldular. Təbii ki, çox təəssüf ki, Azərbaycan ərazilərində bu dövlət yaradıldı, təbii ki. Və yəni erməni dövləti də yarandığı gündən də qonşu dövlətlərə qarşı ərazi iddiaları, ondan sonra soyqırım iddiaları, başladılar iddialarla çıxış eləməyə və bu iddialar da onları müəyyən məsələlərdə təbii ki, öz istəklərinin bəzi məsələlərdə nail oldular. Birinci Dünya müharibəsinin nəticəsində öz dövlətlərini yaratdılar. İkinci
İkinci Dünya müharibəsinin nəticəsində onlar deməli bu fürsətdən yararlanıb Azərbaycanın, Qərbi Azərbaycan torpaqlarına ermənilərin deportasiyasına, Azərbaycanlıların Kürəraz ovalına köçürülən deportasiyasına nail oldular. SSR-nin dağılmasından yaxşı əllərinə fürsət düşmüş ermənilər Dağlıq Qarabağda etnik təmizləmə işi apardılar. Bu bölgədə ikinci erməni ocağını yaratmağa nail olmağa az qalmışdı nail olsun, amma təbii ki buna dövlət imkan vermədi. Ulu Öndərin atdığı addımlar, həyata keçirdiyi tədbirlər, milli ordu quruculuq və digər sahələr Azərbaycan xalqının mətanətli duruşu, öz torpaqlarını azad etmək istəyi. Və sonunda da cənab prezidentin dəmir yumruğu nəticəsində şükürlər olsun ki, Qarabağ azad oldu. Ümumiyyətlə erməni məsələsi bir dəfəlik tarixin zibilliyinə atılmış oldu. Sizə mən bir şey də deyim ki, dünyada 3 xalq var ki, bu xalqlar böyük dövlətlər yaratmaq arzusu ilə gecə-gündüz yaşayırlar. Onlardan biri ermənilərdir ki, Böyük Ermənistan idi. Bunu Azərbaycan özü tarixin zibilliyinə atdı. İkinci də Böyük İsrail dövlətidir və bir də Böyük Yunanistan dövlətidir ki, bunların da məqsəd, bu planlar və tarixdə mövcuddur. Bəs müharibə bitir, Birinci Dünya müharibəsi bitir. Dediyimiz kimi Nemesis hərəkatı olur. Nemesisdən sonra da Asala hərəkatı baş verir. Bu Asalanın, Nemesisin davamlı olaraq düşünə bilərikmi biz? Deməli, bəli, elə erməni terrorunun belə deyək ki, birinci mərhələsinin belə deyək ki, əsas Nemesis təşkilatının qurulması ilə belə deyək ki, təşkilatlandı. Amma sonraki dövrlərdə bu 20-ci illərdən sonra erməni məsələsində münasibətlər biraz sönməyə başladı. Böyük dövlətlərin planlarında artıq bu məsələ arxaya atılmışdı. Və hesab edirdilər ki, Lozan sülh müqaviləsi 23-cü ildə Türkiyə burada böyük bir sərt iki nümayəndə heyətindən orada iştirak edirdilər İsmət Paşanın başçılığı altında və onlar orada öz istəyinə nail olmuşlar. Erməni məsələsi qapanmışdı və tarixin zibilliyinə atılmışdı. Və o dövrdən, yəni 65-ci ilə qədər hər şey sakit məzrasında gedirdi. Düzdür, ermənilər Amerika Birləşmiş Ştatlarında, Livanda və digər yerlərdə BMT-yə kütləvi sürətdə məktublar yazırdılar. Azərbaycan ərazilərində yəni torpaq istəkləri həmişə olmuşdu. Məsələn, Osmanlılı Qars, Ərdahan bölgələrinin qarşı 50-ci illərdə təbii ki, Qarsın ermənilərə, Ərdahanın Gürcülərə verilməsinə bağlı kampaniya başlamışlar. Təbii ki, bu proseslər hamısı kağız üzərində qaldı. Çünki 52-ci ildə Türkiyə NATO-ya girməklə bu məsələləri həll etdi və SSR təhlükəsi aradan götürdü. Çünki SSR-nin ən zəif nöqtəsi, zərif yeri SSR Türkiyə sərhədi idi. Yəni o kövrək idi o ərazilər. Çünki orada kapitalizmlə sosializm toqquşurdu. Türkiyə NATO ölkəsi idi. NATOya girməklə Türkiyə kommunizmin Türkiyədə yayılmasının qarşısı alınmış oldu. Yəni bundan sonra isə 70-ci illərdə artıq 65-ci illərdə qondarma soyqırımı 50 illik yubileyləri dünyanın hər yerində keçirildi. İlk tanıyan dövlət hansı oldu? İlk tanıyan dövlət Uruqvay olmuşdur. Onun ardınca deməli Cənubi Kipr tanımışdır və ardınca Avropanın bir çox ölkələri artıq bu parlamentlər səviyyəsində qondarma erməni soyqırımını. Sizcə bunun bir hüquqi əsası varmı ki? Parlamentin əsası təbii ki, yoxdur. Tarixi bir hadisəni. Türkiyə prezidenti təbii ki, Rəcəb Tayyib Ərdoğan dəfələrlə öz çıxışlarında bildirmişdir ki, bu işi biz siyasətçilərə yox, tarixçilərə buraxmalıyıq. Tarixçilər oturub işləsinlər, düzdür. Yəni bununla bağlı deməli bir dəfə olmuşdu 90-cı illərin əvvəllərində təbii ki, Türkiyənin təşəbbüsü ilə bu sonradan dayandırıldı. Bəli, Xarici İşlər Nazirliyinin arxivində işləyəndə bu sənədə mən rast gəlmişəm. Orada erməni tərəfindən 2 şəxs, Maraşlyan və onun köməkçi tərəfindən onlar gəlmişdilər. Hətta Maraşlyan öz də çıxışında bildirdi. Sonra bu Asparez adlı qəzetdə gedib Amerikada çıxan erməni diasporunun məşhur qəzetlərinə orada yayınlanmışdı öz sayında. Orada göstərilirdi ki, təbii ki, Maraşlyan da təsdiq edirdi ki, bu məsələ siyasətçilərin işi deyil, tarixçilərin işidir. Sonra amma bu məsələ yəni ermənilərin özləri tərəfindən yavaş-yavaş yəni arxa plana atıldı. Çünki onlar gözəl bilirlər ki, yəni Osmanlı imperiyasının arxivləri açıqdır. Erdoğan bunu açıq şəkildə bildirib. Yəni 1 milyona yaxın orada sənədlər var. Gəlinsin, tarixçilər yığılsın, bir komissiya işləsin, incələnsin. Soyqırım varsa biz qəbul edirik. Amma onun özü də gözəl bilirlər ki, burada bir dənə soyqırım sənədinə rast gəlmək mümkün deyil. Əgər nəyə görə Şərqi Anadoluda başdan başa toplu deməli Türk məzarlığıdır. Bəli. Bir dənə biz hardasa erməni məzarlığına rast gəldikmi?
Yəni mümkün deyildi bu. Yəni bu hamısı bula hay-həşir salmaq, dünyanın diqqətini erməni məsələsinə yönəltmək və yəni Boğaz Nübar Paşanın Paris Sülh Konfransında o 300 min nəfərin ilk dəfə olaraq o orada belə deyək ki, öldürüldüyü fikrinə yazılmışdı. Yəni o apardığı sənəddə qeyd olunmuşdu. Sonradan amma bu artmışdı. O özü də qeyd edirdi ki, yəni belə demək mümkündürsə, yəni bu qətillər, bu qiyam, yəni ermənilərə qarşı hər hansı bir soyqırımdan söhbət gedə bilməz. Sadəcə olaraq dediyimiz kimi bu baş vermiş təbii və digər səbəblərin nəticəsi idi ki, Osmanlı dövləti də bunu hardasa özünün müəyyən boşluğu kimi bunu qəbul edirdi. Amma Asala məsələsinə gələk. Təbii ki, Asala məsələsi də 70-ci, 80-ci illərdə deməli Türkiyəyə qarşı beynəlxalq münasibətlər sistemində bu erməni məsələsində böyük bir canlanma baş verdi. Bu da yəni 65-ci qonun erməni soyqırımı 50 illik yubileyi, bundan ilhamlanan yola çıxan erməni daşnaqları deməli Türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı kütləvi terrora rəvac verdilər və 75-ci ildə Livanda Asala təşkilatını yaratmış oldular və çox ciddi nəzarət altında yaradılmış bir təşkilat idi. Çox böyük şəbəkə sisteminə malik idi və onların məqsədi dünyanın müxtəlif yerlərində səpələnmiş erməni diplomatlarını qətlə yetirmək, erməni məsələsini daima ayaqda saxlamaq, yəni dünya dövlətlərinin diqqətinə bunu çatdırmaq və qondarma erməni soyqırımını beynəlxalq dövlətlərin, böyük dövlətlərin parlamentlərində qəbul etdirmək idi. Ancaq 70-80-ci illərdə artıq Asalanın belə deyək ki, təşəbbüsü ilə yəni ermənilər düzdür. Ona qədər də bu terrora rəvac 1973-cü ildə Amerika Birləşmiş Ştatlarının Santa Barbara şəhərində Cəlal Baydarın və digər səfirlik yoldaşının qətlə yetirilməsi ailəsi ilə birlikdə erməni diplomatlarına qarşı terror başladı və 75-85-ci illər arasında təsəvvür edin ki, yəni 42 diplomat öldürülmüşdü. 300 nəfərə yaxın ailə üzvləri yəni öldürülmüşdü, xəsarət almışdı və o dövrdən Bilal Şimşirin də qeyd etdiyi kimi bütün dünyadan təyyarələr erməni diplomatlarının cənazəsini daşıyırdılar Ankaraya, Esenboğa hava limanına. Bəli, türklərin və təbii ki, çantalarla yola çıxıb diplomatlar tabutlarda geri qayıdırdılar. O dövrün verilən məlumatına görə qətlə yetirilən Türk diplomatlarının sayı, ümumi diplomatik korpusun 40-ı və yaxud da %4-ü demək idi. Bu çox böyük bir rəqəm idi. Çox çətinliklə yetişmiş. Çox çətin idi, bəli. Və deməli bu şəxslərin öldürülməsi Türkiyə üçün çox ağrılı idi və dünyada belə bir diplomatiya tarixində belə bir şey olmamışdı ki, bu qədər bir ölkənin diplomatları xaricdə qətlə yetirilsin, öldürülsün. Yəni dediyimiz kimi onlar yəni bir-bir cənazələr gətirilir və dəfn olunurdu. Türkiyə bu işi öz yerinə yetirirdi. Ancaq bundan sonra bu terror məsələsi dayanmadı. Asala düzdür, bu işi həyata keçirdi müxtəlif yerlərdə. Özdə o dövrdə erməni terrorunun qalası hesab olunan Parisdə təsəvvür edin ki, çoxlu sayılı terrorlar baş vermişdi. Orly hava limanı partladılmışdı. Onu Montemelko ilə həyata keçirmiş, sonra tutuqlanmışdı. Sonra həbsə atılmışdı. Ondan sonra Fransa hökuməti onu ekstradisiya eləmişdi Ermənistana. Sonra gəlib Dağlıq Qarabağ müharibələrində iştirak etmişdi. Birinci Qarabağ müharibəsində iştirak etmişdir və Azərbaycan Silahlı Qüvvələri tərəfindən də qətlə yetirilmişdi. Zərərsizləşdirilmişdi, bəli, öldürülmüşdü. Və təbii ki, o terrorçuların çoxusu elə Dağlıq Qarabağda gəlib ermənilər tərəfindən müharibələrdə iştirak etdilər. Çünki təcrübəli adamlar idilər və xüsusi amansızlıqlarla seçilirdilər və ona görə də erməni diasporu maliyyəsi əsasında onlar həmin ölkələrdən gətirilirlər Dağlıq Qarabağda. Qarabağda Azərbaycan ordusuna qarşı döyüşürdülər və həmin dövrdə düzdür, böyük Avropada, Amerikada, İngiltərədə, Fransada və digər ölkələrdə bu terror hadisələri, o terroru törədən şəxslər əksəriyyəti tutulmuşdu. Amma aparılan məhkəmə proseslərinin verilən boşluqlar, deyək, sonra düzgün aparılmaması istintaqın, tərəf tutmaq və digər məsələlər qərəzi şəkildə ikili yanaşma bəli qoyulmuşdu ortalığa və onların çoxusu da elə
belə deyək ki, mümkünsə ev dustaqlığına götürülmüş, sonra isə ekstradisiya olmuşdu Ermənistana, Yunanistana və digər yerə. Bu şəkildə onlar yəni cəzadan azad edilmişdilər. Yəni bu da hardasa ikili siyasətin bir forması hesab olunurdu. Və düzdür, 80-ci illərdən sonra başlayaraq, yəni Dünya Erməni Diaspor Təşkilatlarının birinci, ikinci və üçüncü konferanslarında təbii ki, terror, çünki böyük dövlətlər tərəfindən erməni terroru sərt şəkildə qınandığına görə, xüsusilə Severdə keçirilən üçüncü diaspor konferansında terror hadisəsi sərt şəkildə qınandı və ümumiyyətlə Asala məsələsi arxa plana atılmış oldu. Ondan sonra artıq böyük dövlətlərin parlamentlərində erməni məsələsinin tanınma, qondarma erməni soyqırımı tanınma mərhələsinə keçildi. Görürsünüz necə bunlar strategiyaya çatmaq üçün müxtəlif yollardan, taktikalardan, mərhələlərdən istifadə edirdilər və sonda da yəni qondarma erməni soyqırımının beynəlxalq güclər, eyni zamanda böyük dövlətlərin parlamentlərinə çıxarılması, orada onların belə deyək ki, tanıdılması kampaniyası aparıldı və qeyd etmək istəyirəm ki, 2015-ci ildə də qondarma erməni soyqırımının 100 illiyi münasibətilə deməli Ermənistanda belə deyək ki, tədbir keçirildi və maraqlıdır ki, həmin gündə də Türkiyədə, Ankarada böyük bir tədbir keçirilmişdi. 20-yə yaxın, 20-dən artıq dövlət və hökumət başçıları Türkiyəyə toplaşmışdılar. 3 nəfər demək şəxs, ölkə prezidenti isə deməli Ermənistan paytaxtında idi. Bu onu göstərirdi ki, dünya erməni yalanlarına inanmır, dünya qondarma erməni soyqırımına inanmırdı və dünya haqlının yanında idi. Həmin gün haqq, ədalət özü zəfər çalırdı. Və ondan sonra da mənim də qeyd etdiyim kimi, qondarma erməni soyqırımı 100 illiyindən sonra erməni məsələsi enişə doğru getməkdədir və bu məsələnin belə deyək ki, sonu yoxdur. Onun bir məsələsini biz həll etdik və digər qanatları da təbii ki, orada qondarma erməni soyqırımı qalıb, onun da bir əsası yoxdur. Yəni heç bir tarixi mənbəyə əsaslanmır. Tahir müəllim, bəs bu erməni diasporunun strukturu nədir? Bunların fəaliyyəti nədir? Bunlar nə etmək istəyirlər? Bəli, erməni diasporu əslində yəni böyük bir struktura malik olan şəbəkədir. Yəni erməni diasporu bəlkə də dünyada böyük diasporlar var. İsrail diasporu var, Çin diasporu var, İrland diasporu var, Yunan diasporu var, erməni diasporu. Bunların içərisində 3 diaspor ki, yəni Amerika Birləşmiş Ştatlarında, Fransada gəlişmiş bir diasporlar sayılır. Bunların içərisində Yahudi diasporudur, ondan sonra Yunan diasporudur və erməni diasporudur. Yəni və eyni zamanda lobbiləridir. Diaspor bir ölkənin böyük kütləsindən müəyyən hissəsinin qoparaq xaricə gedib orada məskunlaşmasıdır və orada diaspor fəaliyyəti göstərməsidir. Əsas ana vətəndən ayrılan parçaların gedib xaricdə məskunlaşması və orada öz dövlətlərinin maraqlarına uyğun apardığı fəaliyyətə deyilir diaspor fəaliyyəti və ermənilər yəni təbii ki, bu prosesə yəni 1915-ci il yəni böyük köçündən sonra daha çox belə başlanmış oldu. Və əlavə qeyd etdiyimiz kimi, yəni diaspor böyük bir struktura malikdir. Onun strukturunun əsasını siyasi partiyalar, erməni kilsələri, eyni zamanda erməni məktəbləri, sonra araşdırma mərkəzləri təşkil edir. Erməni diasporunun əsas siyasi partiyaları deməli Daşnaqüstün partiyasıdır. Çünki 1920-ci ildə Ermənistan Respublikası, yəni Sovet hökumət tərəfindən tutulandan sonra erməni siyasi partiyaları da xaricə transformasiya oldular və onlar gedib orada diaspor partiyalarına çevrildilər. Bunların içərisində biz Daşnaqüstün partiyasını göstərə bilərik, Hınçaq partiyasını göstərə bilərik, Ramqavar Azadakan partiyasını göstərə bilərik ki, 1921-ci ildə ABŞ-da yaranmışdı və onun əsasını liberal qanadlı düşüncəli ermənilər təşkil edirdilər və həmin partiyada çoxsaylı erməni ziyalıları, mütəfəkkir, belə deyək də, mütərəqqi insanlar toplaşmışlar orada. Yəni digərlərinə fərqli olaraq. Erməni partiyaları böyük bir şəbəkəyə malik idilər. Onların müxtəlif deyək ki, alt qrupları var idi, törəmə təşkilatları yaranmışdı. Yəni Daşnaqüstün partiyasının şərq bürosu var idi, qərb bürosu var idi. Nə qədərdir diasporların sayı? Dünyada yaşayan ermənilər hansı ölkədə nə qədər? Erməni diasporu təbii ki, yəni verilən
verilən məlumatlara görə, yəni 5-6 milyon civarında, bəzi mənbələrdə 7-8 milyon, hətta Erməni Xarici İşlər Nazirliyinin saytında 10 milyon, amma belə deyək ki, Ermənistanda qeyri-hökumət təşkilatlarının aparmış olduqları araşdırmalarda isə 15 milyona hətta bunu çıxarmışlar, hətta. Amma biz öz tədqiqat əsərimizdə də qeyd etmişik ki, dünyada deməli erməni diaspora, ümumiyyətlə ermənilərin sayı 10 milyon nəfərə yaxındır. Bu 10 milyonun hardasa 2 milyon yarım, 2 milyona yaxını yəni Ermənistan Respublikasında yaşayır. Yerdə qalan 8 milyona yaxını isə diasporlarda mövcuddur. Hardasa bu günləri 2 milyon, onun 2 milyonu Rusiya ərazisində yaşayır. 8 milyonu, 2 milyonu Rusiya ərazisində, 1,5 milyonu Amerika Birləşmiş Ştatlarında, 600 min nəfəri Fransada, 600 min nəfərə yaxını Gürcüstanda, Livanda və digər yerlərdə ki, yəni toplamda bu, yəni gəlib hardasa 7-8 milyon civarındadır və erməni diasporu dünya diasporlarından ən böyük özəlliyi odur ki, öz ölkəsindən 3 dəfə, 4 dəfə çox diasporda yaşayır. Bunlar miqrasiya meyilli xalqlardır. Bunlar üçün vətən anlayışı harda yaxşı günü xoş keçirsə, orası sənin vətəndir prizmasından yanaşan bir xalqdır. Ona görə də onlar deməli Ermənistanda qalmaqdansa dünyanı müxtəlif inkişaf etmiş ölkələrinə getmək və orada məskunlaşmağı daha üstün tutmuşlar. Erməni diasporunun ən böyük qalalarından biri Bostonda yerləşir. Kaliforniya onların ən böyük iri şəhərlərindən biri hesab olunur. Paris əsas 3 ölkə erməni diasporunun əsas ölkələri sırasına daxildir. ABŞ, Rusiya və Fransa. Və burada da çoxsaylı, yəni erməni icmaları, erməni siyasi birlikləri, erməni təşkilatları, araşdırma mərkəzləri, media qurumları fəaliyyət göstərməkdədir. Erməni diasporunun bir çox özəllikləri var, bir çox xüsusiyyətləri var və erməni diasporunun belə deyək ki, Avropadakı diasporu ilə Rusiyada və Suriyadakı diasporlar bir-birlərindən fərqlidirlər. Mühafizəkarlıq baxımından köhnəliyin mühafizəkarlığını daşıyan Livan, Suriya erməniləri. Onlar daha çox erməni identikliyini özündə qoruyub saxlayır. Amma Fransaya və Amerika Birləşmiş Ştatlarına köç etmiş ermənilər isə daim soyqırımı iddialarını qaldırmaqdadılar və bunun da səbəbi vardır. Çünki onların ən böyük qorxusu assimilyasiya olmaq təhlükəsidir. O assimilyasiya, erməni xalqını ayaqda saxlamaq və assimilyasiyanın qarşısını almaqdan ötürü daim onlar qondarma erməni soyqırımını vaxtaşırı müzakirələrə gətirirlər. Gündəmdə saxlayırlar. Gündəmdə saxlayırlar, gündəmdən çıxartmaq istəmirlər. Çünki əgər qondarma erməni soyqırım iddiaları gündəmdən çıxarsa, erməni xalqının yox olması, o digər yaşadığı ölkələrin xalqları içərisində əriməsi sürətlənə bilər. Ona görə də bunlar bu məsələyə daha çox deyək ki, diqqət yetirirlər. İkinci bir tərəfdən, yəni qərb ölkələrində yaşayan ermənilər daha çox birinci mərhələsi, diasporun birinci mərhələsində yaşayan ermənilər daha çox türk belə deyək, həyat tərzini özlərinə bərabər aparmışlar. Birinci nəsil ermənilər. 20-30-cu illərdəki göçən ermənilər çünki bir çox tarixçilərin yazdıqlarına görə, yəni onlar türk mədəniyyətini daşıyıcıları kimi özlərini apardı. Türk dilində də danışırdılar. Türk mədəniyyəti 1000 ildən çox bir yerdə yaşayan xalq ən çox türk mədəniyyətini özünü əks eləmişdilər. Hətta bunları 16-cı əsrdə Anadoluda olmuş bir çox katoliklər, yazarlar ki var idi. Onları o qədər bir-birlərinə yaxın olduqlarına görə o həyat tərzi, geyim tərzi, məişət və s. onları xristian türklər adlandırırdılar. Hətta belə bir şey vardı. Amma sonraki ikinci, üçüncü nəsil erməni diasporları, diaspora erməniləri artıq əvvəlki nəsil ermənilərdən fərqlənməyə başladılar. Onlar qərb mədəniyyətini, qərb həyat tərzini götürməyə başladılar. Sürətli şəkildə qərb ictimaiyyətinə inteqrasiya olmağa başladılar və bununla da onlar əvvəlki identikliyini demək olar ki, itirmiş oldular. Erməni diasporu, yəni maliyyə mənbələri çox güclü struktura malik olan bir sistemdir burada. Yəni bunun ən böyük maliyyəçilərindən biri Kirkoryan olmuşdu ki, öləndə 4 milyard yarım vəsaiti vardı. Onu erməni diasporuna bağışlamışdı. Gülbenkian fondu var idi ki, Portuqaliyada yaranmışdı. Çox böyük deməli maliyyə hesabatlılığı var idi və yəni erməni diasporunun təşkilatlanması, strukturu, əlaqələri böyük önəm vermişdi. Hətta
yeni təşkilatların yaranmasına, qondarma erməni soyqırımı araşdırma mərkəzlərinin tədqiqinə, Dağlıq Qarabağda ki şəbəkələrin genişlənməsinə böyük maliyyə dəstəyi ayırmışlar. Məsələn, onların maliyyə dəstəyin sayəsində idi ki, Azərbaycan və Türkiyəyə qarşı bugün deməli 863 erməni təşkilatı ki fəaliyyət göstərirdi. O təşkilatların böyük əksəriyyətinin Dağlıq Qarabağda Xankəndidə deməli şöbələri var idi, ofisləri var idi. Bəs bu gün onun nə işlə məşğuldur həmin o? Yəni Dağlıq Qarabağ məsələsi həll olundu. Bu gün hansı fəaliyyətlərdir? Bu gün erməni diasporunun siyasi fəaliyyəti birbaşa lobbiçiliyi ilə bağlıdır. Lobbiçilik, yəni onlar siyasi lobbiçiliyi ilə məşğuldular və siyasi lobbiçilik, yəni onlar müxtəlif Amerika Birləşmiş, onlar belə deyək, kokuslar var da. Kokuslar, yəni erməni kokusunda hardasa 70-80 nəfər deyək ki, senatorlar toplaşıblar. O senatorlar mütəmadi sürətdə Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən daim təzyiqlərə məruz qalması, blokadada saxlanması, qondarma erməni soyqırımı məsələsi, gündəm, Dağlıq Qarabağın yenidən müstəqil olmaq şanslarının özünə qaytarılması, Azərbaycanın xülyalarla yaşayırlar və daim bu məsələləri qondarma, yəni Amerika Birləşmiş Ştatlarının senatına, nümayəndələr palatasına çıxardırlar və orada təbii ki, yəni bir çox hallarda aşağı palatadan keçir və senata gəlir. Senatda isə yəni ona çox ciddi təpkilər olur. İndi son vaxtlar orada Türk lobbisi də çox fəallıq göstərir. İndi Azərbaycan 2008-ci ildən sonra Azərbaycanla Türkiyə vahid koordinasiyalı şəkildə fəaliyyət göstərir və bu da üstəgəl orada Yunan Yahudi lobbisinin də Azərbaycanı dəstəkləməsi, Türkiyəni dəstəkləməsi, bunun qarşılığında da ermənilərin Yunan diasporu ilə yaxınlaşması. Bax belə bir tendensiya var və buna görə də daim onlar arasında çox ciddi mübarizə gedir. Amma sonunda böyük maliyyə imkanlarına malik olan, böyük şəbəkəyə malik olan Yahudi lobbisi üstün tərəf kimi görünür. O Azərbaycan maraqlarını daim müdafiə edir. Mən Xarici İşlər Nazirliyinin arxivlərində də bunu işləyəndə görürəm. Orada çox böyük Yahudi şəbəkələri var ki, Azərbaycanın maraqlarını daim müdafiə edirlər, haqq səsinə səs verirlər, Türkiyəyə də dəstək verirlər. Son vaxtlar Türkiyə-İsrail münasibətlərinə qədər, yəni İsrail lobbisini Türkiyəyə açıq dəstəyini biz görmüş oluruq. Təbii ki, bu həmişə belə olur. Fransada da eynəndir, eyni. Yəni Avropada, yəni ən böyük lobbiçilik mərkəzi Fransa hesab olunur. Yəni Fransada, yəni orada da erməni diasporu çox güclü və çox böyük şəbəkələşmə malik bir strukturdur. Müxtəlif Marseldə, Lyonda, Parisdə çox təşkilatlanmış bir şəkildə fəaliyyət göstərirlər və Fransa senatı da daim qondarma erməni soyqırımını, hətta deməli 45 onu inkar eləyənə belə cəza verilməsi. Amma sonrakı dövrlərdə o 45 milyon dollar cəza da müəyyənləşdirilmişdi Euro deyək ki. Amma sonradan bu insan haqlarına tutuklanma məsələsi çıxandan sonra onu inkar edənlərin həbs olunması və zindana atılması Avropada bu qəbul edilmədi. Düşüncə azadlığına görə bəli, fikrini inkar edənə cəza verilirdi, amma cəza verilən şəxsin də həbsə atılması bu Avropa qaydalarına zidd olduğuna görə ümumiyyətlə bu senatdan geri qaytarıldı və bu ləğv olundu bu məsələlər. Ona görə qondarma erməni soyqırım iddiaları Avropada da yəni öz istəklərinə nail ola bilmədi. Beləliklə, dəyərli izləyicilərimiz, bugünkü verilişimiz sona çatır. Verilişimizin qonağı ADP-nun dosenti, tarix üzrə fəlsəfə doktoru və erməni soyqırımı, qondarma erməni soyqırımı, həmçinin erməni diasporu haqqında geniş araşdırmalar aparmış Talih müəllim Cəfərov idi. Təşəkkür edirəm Talih müəllim. Çox sağ olun, dəvətinizə görə minnətdaram. Çox sağ olun dəyərli tamaşaçılar. Gələn görüşlərədək.